Ölkə başçısı birbaşa sizə səslənirəm. Mənim gənc yaşımdan qazandığım nailiyyətlər, bu medallar, bu diplomlar, bu da gələndən sonra mənə verdiyiniz fəxri fərman. Bundan başqa heç nə vermirsən. Bunları yiyə bilərəm mən. Ölkə başçısı sizlənəm mən, birbaşa. Bunlar. Gedirəm hansı bu sənin o orqanlar var, burada sosiala, icra başçısına hara gedirəm. Deyirlər, hamısı öz qohumları, öz rayon balaca bir yerdə hamısını da tanıyırıq. Öz bacısı oğlu, öz qardaşı oğlu, nə bilim, öz iydəcənidir. Deyir, cəhənnəmə gedibsən, müharibəyə, Qaramazara gedibsən. Deyirəm, qaziyəm, müharibə iştirakçıyam, nə ilə dolanım? Mən 240 neçə manat, 241 manat yol kartım var idi kommunal xidmətdə. Müharibəyə gedəndən sonra ondan da olmuşam. Mən burada müharibəyə könüllü rabitə, siviyyat, kəşfiyyat bölümünə gedəndən sonra onu da kəsiblər. Mənim gənc yaşımdan qazandığım nailiyyətlər bunlar, diplom, medal. Bu sən qazilər, mən sənin üçün bir də səfərbəylik elədim, könüllü cəlb oldum, ölkəm üçün bunu eləmişəm. Siz mənə nə eləyibsiniz? Gələndən sonra bir qəpik vermişəm. İşığın, qazın, pılın nə ilə verməliyəm mən? Biz burada boğulluq. Məni bu dəqiqə sən cinayətə cəlb edirsən. Gedəndə o dediyin orqan işçiləri ki, cərə gedibsən müharibə cəhənnəmə, mən məcburam ki, ermənini öldürdüyüm kimi onların da ya öldürəm, ya özümü boğub burada nəsə eləyəm. Benzin töküb yandıram. Niyə baxmısan? Görsən, bilmirsən biz nə ilə dolanmalıyıq. Görmüsünüz? Nazirlər, deputatlar, hara baxsan? Böyle danışmağa bir şey, yani mən buna baxmalısan. Ya baxmalısan, gündə bir qazi özünü asır, edam eləyir, biri körpüdən atır. Hara baxsan, görmüsən bunlarsa? Baxın da buna. Bu mənim medallarımı istəmirəm. Verirəm özünə vayni bileti ya da mənə yol pulu ya nəysə şeylər, çıxım bu ölkədən çıxım gedim. İstəmirəm sənin bu Azərbaycan. Deyən də Azərbaycan problemi olsa, hansısa ölkənin davası olsa gələrəm. Öz anama, nə bilim, nəslimə görə, qeyrətimə görə. Yəni ondan biz qalan döyürük. Amma sizin də qeyrətiniz olsun, baxın da. Niyə baxmısan? Hansı orqana getsən, dircərə getsən müharibə cəhənnəmə. Çünki o görməyib bax o çətinliyi. O çətinliyi görənlər özləri bilir mən nə deyirəm. Susuz, nə çəkmişik. Deyir, gedibsən borcun idi, getmən. Nə borcum idi? Əskərlik olmuşam, əskərlik vaxtı aprel müharibəsi olub, onda da iştirak eləmişəm. Gəlmişəm, bu dəqiqə məni çağıran yox idi. Sərhəd qoşunda olmuşam. Bütün o orqançiləri bilər. Sərhəd qoşunu çağıran könüllü mən öz qeyrətimə sıxışdırmadım. Ki qardaş, atam da yazılmışdı, gözdən əllidir. Onu aparmadılar. Bir yük maşını vardı, onu da apardıq, o da partladı. Nə ilə dolanmalıyam mən bu dəqiqə? Niyə baxmısan, hara baxsan? Mən demək istəyirəm ki, bu müharibədə mənə düşən 5 rayonda iştirak eləmişəm. Yəni, adları saymaq deyəndə ki, hamısı yazılı vayni biletmədə 5 rayonda iştirak eləmişəm. Mən bunları neyinirəm bu dəqiqə? Niyə baxmısan, niyə bilmirsən? İşıq pılın, qaz pılın, nə ilə ödəməliyəm mən? Bu mənim 24 yaşım var, bir dəqiqə mən o problemi çəkməli deyirəm, neft ölkəsində, qaz ölkəsində. Hamısı sən yeməli deyirsən, mən də yeməliyəm. Çünki mənim də ölkəmdir. Bizim ölkəmizdə qazilər, şəhid ailələri bizə də çatmalıdır nəsə. Tək bu orqanda oturanlar yeməli deyil. Bu nefti, qazı, nə bilim, bu... Var bu, bilirəm də məlumatımız var. Yəni mənə düşən budur, idman, bayrağı yüksətmək, müharibəyə getmək, getdim. İndi bax da mənə, hara baxsan? Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin yolladığı bu Cəlilabad rayonuna sosial müdür Fərasim. Bu Akazvacı başda səfeyin biriymiş, dəliymiş, anormaldır, bunun başı çatmır. Çünki mən onun dəfələrcə qəbulunda olmuşam, demişəm, nailiyyətlərimi də göstərmişəm, aparmışam özümdən diplomu və qaziyəm. Deyib, cərə gedibsən müharibə, 5-də cəhənnəmə. Bunun başı çatmır. Bu səfəyə bura nəyə yollayıbsan, Müdafiə Naziri? Yəni bu anormalı, bu şəhid ailəsi gəlir, mən dəfələrcə orada olmuşam, qazilər gəlir, bu bizə verdiyi cərə gedibsən 5-də cəhənnəmə. Mən buna dərdimi deyirəm, vəziyyət acınacaqlıdır, işıq, qaz. Yəni sosial müdafiəsən də sən bizə baxmalısan günü bugün. Sənin vəzifən, işin, səni nəyə yollayıblar bura? Bizə baxmaq üçün. Bu mənə deyir ki, bu hökumət başçısı heç nə ayırmır sizə veriləmə. O mənim məlumatım var ki, ayırırlar, baxırlar. Amma bunu mənə verdiyi cavab deyir, 5 cərə gedibsən, 5-də cəhənnəmə. Bunun başından bir güllə əsiydi.